Deməli Kia Sorento 2015-ci il ilk növbədə problemi göstərim. Pirborda sürüşmənin işarəsi, ESP-nin işarəsi yanlı qalır. Bunlar biri ruchnoydu, bu birisilər işıqdır, kəmərdir. Bunlar xəta deyil də, yəni problem deyil yəni o barədə. Maşında olan problem nədir? Maşın düz getdiyi vəziyyətdə sola çəkir. Bu problemə görə təkərlər dəyişilib, rul çıxarılıb, düz vəziyyətə qoyulub. Nakonechnikdir, saffadır, amortizatordur. Yəni bütün mexaniki proseslərin hamısı görülüb, amma müştəri yenə də bu problemdən əziyyət çəkir. Yəni rulu düz vəziyyətdə saxlayır, amma yəni sola dartır. Bu problemin səbəbini sizə göstərirəm. Deməli bax, rulu düz vəziyyətdəki saxlayırıq. Bir dənə göstəriciyə diqqət edin. Hansı ki bu 0 nöqtəsində olmalıdır. Yəni rulu mən düz saxlamışam, bu göstərici bax bu vəziyyətdədir. 0 nöqtəsi bax burada. İndi mən bir dənə göstərəcəm 0 nöqtəsini. Bax 0 nöqtəsi təxmini bax bu vəziyyətdədir. Yəni təsəvvür eləyin, adaptasiya pozulub deyənə, nə qədər mexaniki problem varsa hamısını aradan qaldırsanız da belə bu problem aradan qalxmır. İndi biz bu vəziyyətdə, rulu düz vəziyyətdə saxlayıb, adaptasiya eləyib, yekunda nəticəni sizlə paylaşacağım. Bütün bu problemlər də hamısı aradan qalxacaq. Adaptasiyanın qiyməti də 20 manatdır. İşimizin yekunundan sonra gördüyünüz kimi o xəta silindi. Bu rulun işarəsi sistemdə olduğumuza görə yanır. Yəni sistemdən çıxacağıq, diaqnostikadan, ondan sonra o işıq sönəcək. Rul düz vəziyyətdə, göstərici də ki 0 nöqtəsində. Bu titrəmə yüngül, həmişə deyirəm, problem deyil, çünki motor xodda da dizeldir, titrəmələr olmalıdır. Əsas odur ki, rul düz vəziyyətdədir, 0 nöqtəsinə də gətirib çıxartdıq. Yəni bununla bu xəta da silindi, maşının o rulla bağlı bütün dartma söhbətləri, ümumiyyətlə diskomfort var idi, rulu fırladanda yəni tutulmalar olurdu. Bütün bu problemlər də hamısı aradan qalxdı. Xeyirli uğurlu olsun.